Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcma'in və mən təbi'ahum bi ihsanin ilə yevmiddin. Rabbi şrahli sadri və yessirli əmri və hlul uqdətən min lisani yefqahu qavli. Əziz qardaşlar, əziz müsəlmanlar, Allah Teala bu faydanı, bu dərsi bizim üçün xeyirli, faydalı etsin. Deməli, biz fiqh kitabında oruc fəslində qalmışıq. Oruc fəslində olan mövzunun növbəti hissəsini götürəcəyik. Allah Teala bizim üçün asanlaşdırsın. Müəllif Allah rəhmət eləsin. Deməli, bu mövzuda buyurur ki, oruc kimlərə vacibdir və kimlərə vacib deyil. İlk olaraq müəllif qeyd edir ki, oruc kimlərə vacibdir. Xüsusən Ramazan ayının orucundan söhbət gedir. Ramazan ayının orucundan söhbət gedir. Buyurur ki, Ramazan ayında olan oruc hər bir həddi buluğa çatan gənc oğlan və qıza vacibdir. Hər bir həddi buluğa çatan yeniyetmə gənc oğlan və qıza vacibdir. Və sonra buyurur ki, hər bir ağıl sahibi olan, ağlı yerində olan, aqil insan, istər kişi olsun, istər qadın olsun, ona vacibdir. Və sonra buyurur ki, hər bir gücü çatan, qüdrəti çatan, qadir olan, taqəti yerində olan kişi və qadına vacibdir. Və eyni ilə buyurur ki, eləcə də hər bir muqim, yəni öz yerində olan insan, yəni səfər etməyən, yəni öz yerində yaşayan insan, sakin olan insan, yəni səfərdə olmayan insandan söhbət gedir. Hər bir muqimə deməli, oruç tutmaq vacibdir. Və xüsusən də bunların hamısı, yəni söhbət müsəlmana aiddir. Hər bir həddi buluğa çatan müsəlman kişi və qadına, hər bir ağıl sahibi olan kişi və qadına və hər bir taqəti yerində olan kişi və qadına və hər bir səfərdə olan kişi və qadın müsəlmana oruc tutmaq, Ramazan ayının orucunu tutmaq vacibdir. Və bunları qeyd etməyiniz daha yaxşı olar ki, özünüzdə qeyd etsəniz daha yaxşı olar. Və sonra müəllif qeyd edir ki, kimlərə oruc tutmaq vacib deyil. İlk olaraq buyurur ki, müəllif ən birinci uşaqlara, körpə uşaqlara oruc tutmaq vacib deyil. Sonra ikinci qeyd edir məcnuna. Məcnun, yəni ağlı başında olmayan, ağlı şuuru yerində olmayan, məcnuna, yəni idraki olmayan, dərk etməyə qadir olmayan, ağlı olmayan insana deməli, oruc tutmaq vacib deyil. Sonra buyurur ki, üçüncü kimə vacib deyil? Üçüncü, oruc tutmağa taqəti olmayan kimsələrə oruc tutmaq vacib deyil. Bu gələcəkdir. Yəni, gücü olmayan, taqəti olmayan şəxslərə oruc tutmaq vacib deyil. Sonra müəllif qeyd edir ki, deməli, növbəti kimə oruc vacib deyil? O kəslər ki, musafirdir, səfərdədir və həmçinin xəstədir, onlara da oruc tutmaq vacib deyil. Yəni, səfərdə olan kimsəyə və həmçinin xəstə olan kimsəyə oruc tutmaq vacib deyil. Və sonra müəllif qeyd edir ki, 5-ci, hamilə qadınlara və həmçinin süd verən analara, yəni orucun tutulması hökm etibarı ilə o vaciblik hökmü onlardan götürülür və bu da şəriətin qoyduğu rüxsətdir. Və sonra müəllif qeyd edir ki, nəhayət sonuncu, deməli, qadınlarda adət halı var, yəni xəstəlik halı, heyz halı və doğuşdan sonra olan nifas günləri olan halda qadınların oruc tutması icazəli deyil. Və deməli, bu kəslərə də oruc tutmaq vacib deyil. Və sonra müəllif qeyd edir ki, dinsizə gəldikdə isə dinsiz, inkar edən, Allahı və onun şəriətini inkar edən inkarçı, dinsiz, yəni kafir və onun oruc tutsa belə onun orucunun heç bir faydası yoxdur və onun orucu yəni
savab olaraq heç bir savab daşımır. Çünki nəyə görə? Çünki oruc özü özlüyündə ibadətdir və o baxımdan da bir inkar edənin, bir dinsizin, kafirin oruc tutması doğru hesab olunmur. Hətta o İslamı qəbul etməyənə qədər. Əgər insan İslamı qəbul etdiyi təqdirdə oruc tutarsa, o zaman onun orucu səhih hesab olunur. Əksi halda, əgər bir insan şəriəti inkar edir, yəni dini inkar edir, amma istəyir ki, Ramazan ayında oruc tutsun, o oruc tutsa belə onun orucunun heç bir faydası yoxdur. Yəni oradan heç bir savab əldə etmir. Nə üçün? Çünki Allahı qəbul etmədiyinə görə, İslamı qəbul etmədiyinə görə, təslim olmadığına görə və onun Ramazan ayında oruc tutsa belə onun orucunun heç bir faydası yoxdur. Deməli, müəllif ilk olaraq buyurur ki, uşaqlara oruc tutmaq vacib deyil. Nə üçün? Çünki burada müəllif deməli hədis gətirir. Lakin buyurur ki, uşaqlara oruc tutulması yaxşı olar ki, onlara öyrəşdirilsin. Onlara, yəni alışdırılsın. Tövsiyə xarakterli. Yəni onlara, yəni öyrəşdirilmək üçün onlara tövsiyə olunsun ki, oruc tutulsun. Çünki uşaqlara uşaqlığından bunu alışdırmaq onlar üçün də yaxşıdır. Nə üçün? Çünki burada deməli bir hədis gətirir müəllif. Buxarinin və Müslimin rivayet etdiyi hədisdir. Sahabə qadın Rubeyyə binti Muavvidin hədisini gətirir. Radiyallahu anhə. Allah ondan razı olsun. Buyurur ki, Rubeyyə deyir ki, Rasulullah sallallahu aleyhi və səlləm Aşura günü səhər, yəni Məhərrəm ayının 10-cu günü Mədinənin ətrafındakı Ənsar kəndlərinə bir elçi göndərir, bir şəxs göndərir, bir nəfər göndərir və ora göndərdikdə onlara deyir ki, həmin o göndərən Peyğəmbər sallallahu aleyhi və səlləmin göndərdiyi şəxs və orada olanlara deyir ki, kim səhəri oruclu olaraq açıbsa, yəni Məhərrəm ayının 10-cu günündən söhbət gedir. Məhərrəm ayının 10-cu günü Rasulullah sallallahu aleyhi və səlləm Mədinənin ətrafındakı olan Ənsar kəndlərinə bir nəfər göndərir və o da onlara səslənərək deyir, kim bu günü, yəni səhəri yemək yeyibsə, yəni səhəri oruc, daha doğrusu kim səhəri orucunu olaraq açıbsa, orucunu tamamlasın. Yəni orucunu açmasın, sona qədər tamamlasın. Və kim də səhəri yemək yeyibsə, o günün qalan hissəsi isə, qalan hissəsini oruc tutmaqla tamamlasın. Yəni, bu iki ləfsdə gəlib. Birinci ləfsdə eyni bir-birinin oxşarıdır. Səhəri oruculu olaraq açıbsa, orucunu tamamlasın. Kim də səhəri yemək yeyibsə, o günün qalan hissəsini oruc tutmaqla tamamlasın. Sahabə qadın deyir ki, Rubeyyə deyir ki, biz də bundan sonra, bundan sonra oruc tutduq və öz uşaqlarımıza da, balaca uşaqlarımıza da oruc tutturduq. Yəni, onları buna həvəsləndirdik, alışdırdıq. Və buyurur ki, biz məscidə gedərdik və deyir, uşaqlarımız üçün yundan oyuncaq düzəldərdik. Uşaqlarımıza yundan oyuncaq düzəldərdik və deyir ki, uşaqlar ağladıqda, yəni yeməkdən ötəri ağladıqda və o oyuncağı deyir, onlara verərdik, onlar deyir, o oyuncaqla oynayardılar. Hətta iftar vaxtına qədər onlar deyir, başı qarışardı. Vaxt beləcə gəlib keçərdi. Yəni, hədisi nə üçün gətirir müəllif? Ona görə gətirir ki, uşaqlara da az yaşından onları alışdırmaq yaxşıdır. Lakin, hökm etibarı ilə vacib deyil uşaqların oruc tutması. Amma, yəni, yaxşı olar ki, lap deyək ki, gün orta yiyib, iftara qədər, yəni, onu saxlamaq, öyrəşdirmək kimi bir şeydir. Sonra müəllif qeyd edir ikinci, deməli, vacib olmayan kimsələrdən kimə vacib deyil? Buyurur ki, məcnuna, yəni ağlı başında olmayan insana oruc tutmaq vacib deyil. Nə üçün? Çünki o mükəlləf deyil. Şəriətin əhkamlarınla mükəlləf deyil və o oruc tutmaqla da mükəlləf deyil. Çünki onun ağlı yerində olmadığına görə və o özündən asılı deyil. Və burada Əli radiyallahu anhun hədisini gətirir. Əli, Allah ondan razı olsun, buyurur ki, Rasulullah sallallahu aleyhi və səlləm buyurmuşdur ki,
üç sinif insan var ki, onlardan qələm qaldırılmışdır. Onlardan biri yatan şəxsdir ki, hətta oyanana qədər. Yəni, bir şəxs əgər yatıbsa, oyanana qədər onun üzərindən qələm qaldırılıb. Yəni, onun barəsində heç bir şey yazılmır. Və sonra buyurur ki, ikinci o şəxsdir ki, uşaqdır, körpə uşaqdır, hətta həddi buluğa çatmayana qədər, yəni həddi buluğa çatmayana qədər olan bir uşağın üzərindən qələm qaldırılıb. Yəni, deyək ki, uşaq artıq həddi buluğa çatarsa, artıq onun üzərinə deməli, yazılır etdiyi əməllər. Lakin, əgər uşaq həddi buluğa çatmayıbsa, artıq onun üzərindən qələm qaldırılmışdır. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, məcnundur, yəni onun üzərindən qələm qaldırılıb, hətta ağlı özünə qayıtmayana qədər. Əgər bir şəxs ağlını itirmişdirsə, ağlı özünə qayıtmayana qədər onun üzərindən qələm qaldırılmışdır. Yəni, bu hədisə əsasən, hədisi Abu Davud, Nəsai, Tirmizi rəvayət etmişdir və isnadı da səhihdir. Bu hədisə əsasən, yəni, deməli, ağlı üzərində olmayan üzərindən qaldırılmışdır qələm. Yəni, onun üçün oruc vacib deyil. Çünki oruc ibadət olduğu üçün, yəni ağıl sahibi olmayan insana oruc vacib hesab olunmur. Sonra müəllif qeyd edir ki, üçüncü, deməli, oruc vacib olmayan kimsələr kimlərdir? Oruca taqəti çatmayan kimsələr. Diqqət edin, bu məsələləri mən tövsiyə edərdim, hər kəs özündə qeyd etsə daha yaxşı olar, hətta bilsin. Çünki Ramazan ayıdır və bu məsələlərlə bağlı bəzən suallar çox gəlir. Yəni, oruç tutmağa taqəti olmayan kimlərdir? Diqqət edin, həddindən çox yaşlı kişi və həddindən çox yaşlı qadın və həmçinin xəstəliyə düçar olmuş şəxs, elə bir xəstəlik ki, Allah hər birimizə afiyyət bəxş eləsin və xəstələrimizə şəfa versin. Xəstəliyi davamlı olan şəxs, yəni onun sağalma ehtimalı demək olar ki, olmayan şəxsdir ki, yəni xroniki xəstəlik, davamiyyətli olan xəstəlikdir ki, bu şəxslərin üzərinə oruç tutmaq vacib deyil. Çünki bunlar gücü çatan şəxslər deyil. Həddindən çox yaşlanmış kişi, eyni zamanda həddindən çox yaşlanmış qadın və xəstəliyi davamlı olan şəxslər. Və bu şəxslər oruç tutmurlar, lakin tutmadıqları orucun yerinə hər gün bir kasıbı yedirirlər. Və burada önəmli məsələ var, əziz müsəlmanlar. Mütləq olaraq hər gün tutmadıqları günün əvəzini bir kasıbı yedirməlidirlər. Yəni, əvvəldən yox. Və burada əsas önəmli məsələ odur ki, şəri qayda olaraq. Yəni, tutmadığı gün ki var, həmin günü yedizdirməlidir. Yəni, gərək həmin gün keçsin ki, o şəxs tutmadığı orucun yerinə, yəni, bir kasıbı yedizdirsin. Və sonra müəllif burada, deməli, bununla bağlı ayə gətirir. Bəqərə surəsinin 184-cü ayəsində Allah Teala buyurur: "Və aləllədinə yutiqunehu fidyetun ta'amu miskin." Allah Teala bu ayədə buyurur ki, oruç tutmağa taqəti olanlara, ayənin ləfsi tərcüməsi budur. Diqqət edin, oruç tutmağa taqəti olanlara, yəni tutmadığı günün əvəzinə bir kasıbı yedirəcək qədər fidyə vermək düşür. Burada Buxarinin rəvayət etdiyi hədis var. Ata İbn Əbi Rabah rəvayət edir hədisi. Sahabədir, Allah ondan razı olsun. Və buyurur ki, Ata İbn Rabah deyir ki, İbn Abbasın bu ayəni oxuyarkən və aləllədini yutiqunehu fidyetun ta'amu miskin, yəni oruç tutmağa taqəti olanlara, yəni tutmadığı günün əvəzi bir kasıbı yedirəcək qədər fidyə verməsi düşür. Bu ayəni bir oxuyarkən eşitdi və burada qeyd edir ki, İbn Abbas belə demişdir. Bu ayəni oxuduqda, bu ayə nəsx edilməmişdir. Nəsx olunmuş ayə deyil. Ayədəki məqsəd yaşlı kişi və yaşlı qadınlar nəzərdə tutulur. O kəslər ki, yaşlı kişilər və yaşlı qadınlardır, deyir ki, onlar oruç tutmağa gücü çatmayan kimsələrdir. Və bu səbəblə də bunlar hər bir günün yerinə
tutmadığı günün yerinə bir kasıbı yedizdirməlidirlər. Bu hədisi İmam Buxari öz səhih əsərində rəvayət etmişdir. Və həmçinin Buxarinin rəvayət etdiyi deməli səhih əsərində Ənəs radiyallahu anhu yaşlandıqda, yəni həddindən çox yaşlanmışdı və o yaşlandıqdan sonra 1 il və yaxud da ki 2 il Ramazanda hər gün bir kasıba çörək və ət yedizdirərdi. Hansı ki, Ənəs radiyallahu anhu sahabə yaşlandıqda, Buxari rəvayət edir bu əsəri, rəvayəti. Və deyir ki, Ənəs yaşlandıqdan sonra 1 il və ya 2 il hər gün bir kasıbı yedizdirərdi, çörək və ət yedizdirərdi və özü oruç tutmazdır. Yəni, tutmadığı günün yerinə. Və bu baxımdan da, deməli, əgər həddindən çox yaşlı kişi və həddindən çox yaşlı qadın olduqda və eyni zamanda xəstəliyə düçar olan şəxs olduqda, yəni sağalmaz xəstəliyə və o şəxslərin üzərindən artıq orucun vacibliyi götürülür və onlar o tutmadığı günün yerinə fidyə verirlər, bir kasıbı yedizdirirlər. Yəni, burada önəmli məsələ odur, yenə təkrar edirəm. Yəni, tutmadıqları gün verilir. Həmin gündən əvvəl verilmir. Yəni, hansı gün tutmur, o gün bir kasıbı yedizdirməlidir. Necə ki, Ənəs radiyallahu anhunun etdiyi əməl kimi. Və sonra müəllif qeyd edir ki, oruç tutmağa, deməli, oruç tutmayan şəxslərdən, yəni vacib olmayan şəxslər, oruç kimə vacib deyil, buyurur ki, deməli, vacib olmayan şəxslərdən həmçinin müsafir, səfərdə olan şəxs və həmçinin xəstə olan şəxs. Yəni, o xəstə ki, yəni sağalması mümkündür və sağala bilər, yaxşılaşa bilər. Və bu şəxslər üçün də oruç tutmaq vacib hökmündən götürülür. Yəni, bu da şəriətin onlar üçün qoyduğu bir rüxsətdir, bir icazədir, izindir ki, o şəxslər ki, səfərə çıxıb, səfərdədir və yaxud da ki, xəstədir, yəni sağalacaq olan xəstədir və o zaman onlar oruç tutmaya bilərlər. Lakin tutmadıqları orucun yerinə həmin o orucun qəzasını tutmalıdırlar. Səfərdə olan şəxs və həmçinin xəstə olan şəxs, onlar üçün şəriətin qoyduğu bir rüxsət var. Onlar oruç tutmaya bilər, xəstə olduğu halda və səfərdə olduğu halda. O zaman, deməli, tutmadıqları orucun günləri nə qədər, neçə gün tutmayıblarsa, həmin günlərin sayı qədər sonra onun qəzasını tutmalıdırlar. Və sonra müəllif burada ayə gətirir. Bəqərə surəsinin 185-ci ayəsini. Allah subhanahu və teala buyurur ki, وَمَنْ كَانَ مَرِيدًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِنْ أَيَّامٍ أُخَرٍ. Fikir verin, Allah Teala bu ayədə buyurur ki, deyir ki, yəni kim xəstə olarsa və yaxud da ki, səfərdə olarsa, başqa günlərdə tutmadığı günlərin sayı qədər oruç tutsun. Yuridullahu bikumul yusra. Allah sizin üçün asanlıq istəyər. Və la yuridu bikumul usra. Və Allah sizin üçün heç zaman çətinlik istəməz. Və bu ayəni nə üçün gətirir? Ayə onu göstərir ki, kim xəstə olarsa, sağalacaq xəstəlikdən söhbət gedir və həmçinin səfərdə olarsa, o şəxslər qayıtdıqdan sonra səfərdən, muqim olduqda və xəstəliyi sağaldıqdan sonra tutmadığı günlərin əvəzini oruç tutmalıdır. Neçə gün tutmayıb, həmin günləri oruç tutmalıdır. Və sonra əziz qardaşlar və əziz müsəlmanlar, müəllif qeyd edir. 5-ci, deməli, vacib olmayan kimsələr. Yəni, oruç tutmağa üzərində vacib olmayan kimsələrdən hamilə qadın və süd verən ana. Və bu şəxslər üçün də oruc tutmaq vacib hökmündən düşür. Nə üçün? Çünki bu da şəriətin, yəni onlara verdiyi bir rüxsətdir. Və burada müəllif qeyd edir ki, əgər hamilə olan şəxs, qadın və yaxud da ki, süd verən ana və bunlar özləri üçün qorxarsa bir təhlükənin olmasından, eyni zamanda öz övladları üçün bir təhlükənin olmasından qorxarlarsa, o zaman onlar deməli oruç tutmaya bilərlər. Lakin bu hal keçib getdikdən sonra tutmadıqları orucun yerinə mütləq onun əvəzini tutmalıdırlar. Və bu barədə də deməli Buxarinin səhih
əsərində keçən rəvayət var. Həsən Əl-Basri və İbrahim Ən-Nəxəi. Allah onlara rəhmət eləsin. Böyük tabinlərdir və fəqihlər olub. Və onlar deyir ki, hamilə qadın və süd verən ana özləri və həm özləri üçün qorxarlarsa və həm öz övladları üçün qorxarlarsa, o zaman onlar oruc tutmurlar, sonra tutmadıkları orucun yerinə qəza edirlər. Və sonra müəllif qeyd edir, sonuncu, deməli, kimlərə oruc tutmaq vacib deyil, deməli, qadınlarda adət halı olan hal var ki, xəstəlik halı, yəni ayda baş verən xəstəlik, heyz halı və həmçinin doğuşdan sonra baş verən nifas halı var. Və o günlərdə qadınlara oruç tutmaq icazəli deyil. Həmin günləri oruç tutmaq olmaz. Əksinə qadınlar həmin günü, yəni oruclu olmurlar, lakin o günlərdən təmizləndikdən sonra, yəni adət halından, heyz günlərindən və eyni zamanda da nifas halından təmizləndiyindən sonra, yəni Ramazan ayında tutmadıqları hər bir günün əvəzini qəza edərək tuturlar. Yəni, təmizləndikdən sonra mütləq tutmalıdırlar. Necə ki, müəllif bu barədə Ayşə radiyallahu anhənin hədisini gətirir. İmam Müslimdə, eyni zamanda Buxaridə də gəlir və digər hədis alimləri də rəvayət etmişlər. Ayşə radiyallahu anhə, Allah ondan razı olsun, buyurur ki, biz Rasulullah sallallahu aleyhi və səlləmin zamanında, yəni heyz olardıq və lakin biz oruç tutmaqla orucun qəza edilməsi ilə əmr olunardıq, lakin namazın qəza olunması ilə əmr olunmazdıq. Yəni, əgər Ramazan ayında baş veribdirsə də, o zaman orucun qəzası ilə əmr olardıq. Yəni, hal təmizləndikdən sonra, o hal bitdikdən sonra orucun qəzasını edərdik, tutardıq, lakin namazın qəzası ilə əmr olunmazdıq. Və bu baxımdan da müəllif bu hədisi qeyd edir ki, bu hal deməli, Ramazan ayında oruculu olan şəxs üçün vacib deyil. Əgər bu halda baş verən qadınlarda oruc tutmaq vacib deyil. Lakin təmizləndikdən sonra tutmadıqları orucun yerinə həmin günlərin qəzasını tuturlar. Allah Teala'dan istəyirəm ki, bizi özünə ən gözəl şəkildə ibadət edən, itaət edən və salih əməllər üzərində olan qullarından etsin və Allah Teala bizi və övladlarımızı, zürriyyətimizi salihlərdən etsin və bizi şəriəti gözəl şəkildə başa düşüb və ən gözəl şəkildə Allahın buyurduğu şəkildə bütün ibadətləri, o cümlədən Ramazan ayını, mübarək Ramazan ayını ibadətlərlə keçirməyi Allah Teala bizə müvəffəq eləsin və Allah Teala bizə güc və qüvvət, taqət versin və ona ən gözəl şəkildə ibadət edən qullarından etsin və Allah Teala bizi bu Ramazan ayında bağışlanan qullarından etsin. Uca Allah xəstə olan müsəlmanlara şəfa versin və Allah Teala bizlərin valideynlərini bağışlasın, onlara rəhm eləsin və uca Allah bizləri daim salih əməllər üzərində yaşatsın, mömin kimi yaşayıb və mömin kimi hər birimizə bu dünyadan köçməyi müvəffəq eləsin. Sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Subhanəkallahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə. أستغفرك وأتوب إليك